Gənclik metrosuna yaxın yerləşən Pişəvəri adına park həm uşaqlar, həm də ailələr üçün ideal istirahət məkanıdır. Parka daxil olan kimi insanı böyük yaşıllıqlar, təmizlik və sakitlik qarşılayır. Burada hər kəs özünə uyğun bir məşğuliyyət tapa bilir. Parkda hər tərəfdə oturacaqlar, skameykalar və kölgəli yerlər var. Yorulanda oturub sakitcə həm təbiəti seyr etmək, həm də dostlarla söhbət etmək üçün çox rahatdır. Sakitlik axtaranlar üçün parkın fontan hissəsi ideal seçimdir. Su səsinin yaratdığı rahatlıq, ətrafdakı yaşıllıq və insanların xoş ab-havası burada xüsusi bir atmosfer formalaşdırır. Fontanın ətrafı həm şəkil çəkmək, həm dincəlmək, həm də sadəcə təbiəti izləmək üçün mükəmməldir. Parkın içində geniş yaşıl yamaç var. Uşaqların yuvarlandığı, qaçdığı, oynadığı bu sahə həm dinamik, həm də çox şən bir atmosfer yaradır. Buradan parkın panoraması da gözəl görünür və istirahət etmək üçün xoş bir yerdir. Parkın ən çox sevilən hissələrindən biri uşaq oyun zonasıdır. Müasir tırmanma divarları, ipli qalxma konstruksiyaları və təhlükəsiz oyun meydançaları uşaqlar üçün tam bir macəra yeri yaradır. Kiçiklər burada həm enerjilərini boşaldır, həm də əylənərək öyrənirlər. Aktiv uşaqlar və yeniyetmələr üçün parkda skuter sürmək üçün geniş, hamar yollar var. Bu zolaqlar həm təhlükəsizdir, həm də rahatdır. Uşaqlar skuter və velosipedlə sərbəst şəkildə hərəkət edə bilir. Valideynlər isə rahatlıqla onları izləyə bilirlər. Ümumilikdə Pişəvəri adına park həm oyun, həm istirahət, həm də aktivlik üçün ideal şəkildə qurulmuş bir məkandır. Burada hər kəs, uşaqlar, ailələr, gəzintiyə çıxanlar və sadəcə sakitlik axtaranlar özünü rahat hiss edir. Parkın təmizliyi, genişliyi və canlı atmosferi onu şəhər içində kiçik bir təbiət güşəsinə çevirir. Əgər siz də bu parka gəlmisinizsə, şərhlərdə təəssüratlarınızı yazın.